Qarabağ müharibəsi. Təbii ki, Azərbaycan hərb tarixində faciələr həyatda qalan bir müharibə. Təbii ki, o zamanlar böyük itkilər verən Azərbaycan öz torpaqları uğrunda gedən döyüşlərdən əl çəkmir. Torpaqlarının hansı yolla olursa olsun geri qaytarmaq və Dədəbaba yurduna qayıtmaq istəyir. Təbii ki, müharibə başlayan zaman bir sıra rayonlardan iki doğulanlar döyüşlərə atılır. Onlardan da biri Qubadlının qəhrəman övladı Əliyar Əliyev idi. Əliyar Yusuf oldu. Təbii ki, Qubadlı rayonunda anadan olan Əliyar Əliyev düşmən təcavüzünə qarşı könüllərdən ibarət bir döyüş, könüllərdən ibarət bir dəstə yarattı. Və o dəstə nəinki Qubadlı uğrunda bir çox rayonların işğaldan azad olunması, qorunmasında qəhrəmanlıqlar göstərdi. Bəs Əliyar Əliyev Laçın rayonu uğrunda gedən döyüşlərdə 1992-ci ildə şəhid oldu. Əliyar Əliyevin şəhidliyi demək olar ki, bütün Azərbaycanı mühakimə edildi. Çünki Əliyar Əliyev tək Qubadlı ili yox, Azərbaycan xalqının dəyərli övladı idi. Bu günləri biz də Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyi olaraq Əliyar Əliyev haqqında böyük bir tədbir hazırlamışıq. Tərmonov rayonunda təbii ki. İnşallah birazdan həmin tədbirə giririk. Bir daha Allah rəhmət etsin. İnşallah haqq dünyasında qəhrəmanımızı görüşməyə Allah bizə nəsib etsin.